İnşallah və maşallah zikrindəki sirlər. İnşallah ifadəsi Allah istəsə deməkdir. Uca Allah bizə Qur'an-ı Kərimdə Kəhf surəsinin 23-cü və 24-cü ayələrində inşallah deməyin önəmli olduğunu belə bildirir. Heç bir şey barəsində mən onu sabah edəcəyim demə. Ancaq əgər Allah istəsə, inşallah de. Kəhf surəsi 23-24-cü ayə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də inşallah deməyin əhəmiyyətini bir çox hədisdə bildirib. Bir adamın bütün sözlərində inşallah deməsi onun imanının kamilliyindəndir. İnsanlar üçün inşallah deməkdən daha fəzilətli itaətkarlıq yoxdur. Maşallah ifadəsinə Qur'an-ı Kərimin Kəhf surəsinin 39-cu ayəsində rast gəlirik. Bağına girdiğin zaman, maşallah Allah'ın istədiyidir, qüvvət yalnız Allah'a məxsusdur deməli deyildinmi? Kəhf surəsi 39-cu ayə. Bu ayədə maşallah sözünün nə qədər önəmli olduğu bildirilmişdir. Maşallah Allah'ın diləməsi ilə mənasında işlənir. Möminlər Allah'ın yaratmasındakı üstün sənəti və qüdrəti ifadə etmək istədikdə, maşallah Allah nə gözəl yaradıb deyir və Allah'ı zikr edirlər. Maşallah və inşallah sözlərini tez-tez təkrarlamağın əhəmiyyəti. Baş verən bütün hadisələr Allah'ın diləməsi ilə həyata keçir. Maşallah və inşallah ifadələrini qəlbən hiss edərək söyləmək, ətrafdakı insanlara da hər şeyin sahibinin Allah olduğunu, hər hadisənin qədərdə və Allah istədikdə həyata keçəcəyini xatırladır. Hər şeyi edənin Allah olduğunu tez-tez xatırlamaq insanlara çox böyük fayda verir. İnşallah və maşallah zikirləri şirki məhv edir. Allah hər şeyin mütləq hakimidir və hər şeyi qədərlə yaradır. Bu qəti həqiqətə iman gətirən möminlər Allaha bağlılıqlarının və təslimiyyətlərinin göstəricisi olaraq danışıqlarında inşallah və maşallah ifadələrindən tez-tez istifadə edirlər. İnşallah və maşallah ifadələrinin İslamın dünya hakimiyyətindəki əhəmiyyəti. Maşallah və inşallah ifadələri Qur'an-ı Kərimdə yalnız Kəhf surəsində istifadə olunur. Kəhf surəsində axır zamanla bağlı çox önəmli işarələr var. Bu ifadələrin əbcəd dəyərləri də möcüzəvi şəkildə axır zamana və İslamın dünya hakimiyyəti tarixlərinə işarə edir. Maşallah sözünün əbcəd dəyəri şəddəsiz 1987, şəddəli 2016. İnşallah sözü şəddəsiz 1997, şəddəli 2027. İnşallah və maşallah zikri Həzrəti Mehdi tələbələrinin sirridir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində Həzrəti Mehdinin tələbələri haqqında onlardan Həzrəti Mehdinin tələbələrindən biri bir iş görmək istədikdə, inşallah bu işi edərəm deyər buyurub.